Assalamualaikum dostlar, nə işiniz, keyfiniz varsa, vələ hamımız yaxşılarsa, bu gün işinizlər. Gəlsin videosu çəkmirəm, gördünüz mü, gəlsin heç də yoxdur. Baxın, olsa qapıyı yanına torpaq dökmüşəm, gördüyünüz kimi. Bu torpaqlar hardan gəlib deyir, düşüzdə. Bu torpaqlar buradan gəlib dostlar. İndi sizə görsədim bu torpaqların hardan gəldiyini. Videonu beğenip kanalıma abone olmayı unutmayın ve geçək videoya. Dostlar baxın, bura qazmışam, gördüyünüz kimi. Dərin qazmışam, baxın. Böyle bir yer qazmışam. İçində biraz torpaqlar var, o götürəcəm. Niyə qazıram bura? Düşüz. Bura mən belə yüngülvari, belə balaca balıq saxlayacağım burada. Belə bizdə adamlar deyirlər ki, Saləndə yaşayanlar da deyir ki, balıq danması. Biz damma kimi deməsə, donmayıq, kürdə yatdasaq, damma kimi deməsə, İngilvari balıq saxlamağa yerdir. Deməli, biraz uzunlaşdıracağım, baxın. Buradan belə qazacağım biraz. Bəlkə buradan da qazdım, bilmirəm. Oradan qazmayacağım, çünki özü qanoya çatır da bu. Buradan su gəlir, kəsmədim də bura. Oradan qaçdım bəlkə oradan qaçdım, bəlkə qazmadım, bilmirəm. Yəni, bu yenə dərinliyi var. Biraz da dərinləşdirəcəm. Ətrafına yeşəcək kubik daşlar atacağım içinə yox, yanına belə sərəcəm yanına. İçinə olsa siment vuracağım deyən ki, vırızdıracağım, içinə siment vırızdıracağım. Yəni bura nə qədər siment gedər bilmirəm. Yəni 3-5 siment gedər. Siment deyəndə ki, belə beton üçün bir şeydir, yəni betonlaşdıracağam ora. Yerin beton edəcəm, ətrafında qəşəng beton edəcəm. Su töküm qalsın da orada. İndi sizdən bir dənə söz soruşuram ki, burada nə qədər balıq yaşaya bilər? Baxın. Biraz dərinləşdirəcəm. Baxın. Lapakdan qoyayım bura. Baxın. Lapakda qoyduğum yerə orasının uzunluğu biraz oyunluğa. Baxın, xəçəndaş var orada. Onun tuşundan, lapakda tuşundan. Dərinliyi biraz dərin edəcəm. Sizcə burada nə qədər balıq yaşaya bilər? Uzunluğu elə bu qədər uzunluq qalacaq. Dərinliyi də, yox, nə tədələ? Əni bu qədər qalacaq. Uzunluğu bu qədər dərinləşdirəcəm biraz da. Buradan tutacağım dostlar, buradan qazacağım. Olacağım, xəçəndaz var orada, olacağım. Sizcə burada nə qədər balıq yaşaya bilər? Düşürsün ha böyle balıq. Şöyle görsədim sizə. Əli boyda balıqlar da. Belə də baxın, belə bir balıqlar saxlayacağım. Görə də dostlar, satmaq üçün də edəcəm. Hələ satmaq üçün də eləməyəcəm. Hələ kəşib yeməyə falan, belə bir şey. Baxda tulladım ona. Gedək indi cəhətlərimizi göstərək. Cəhətindən həmişə videoların cəhətindən videosunu göstərməliyəm axı. Duran biraz uçdular, görə biraz yoxu çox uçdular. Yarım saat uçdular göydə. Nöqtə qalxılı uçdular. Baxın. Bıraxıb o da. 2 də quş var. Biri qara, biri ağ. Ağlayanca əvvələş kimi bir şeydir. Gedək quşların yanına. Bunlar da gətirib, bunun meyvəsi də gətirib dostlar, baxın. Gördüyünüz kimi. Nar da gətirib, baxın. Nar da gətirib. Balançan da meyvəsi qalmadı, dedim. Bəlkə bir dəqiqə qalar, bir dəqiqə qalmayınca hamısını yemişəm. İndi göyəm vaxtıdır, götürsə göyəm yiyəcəm. Bura verişivindir, canavarını çıxarmışam. O sonra yem verməmişəm. Yem verməmişim, inşallah verəcəm yem də. Deməli, sabaha bəlkə quşların balaların yüzünü görsətdim, bilmirəm. Bir də dinqilimiz də böyüyüb, maşallah olsun. Salam. Yem verəcəm, bu xəçlərin vəziyyəti normaldır, yəni qəşəng olması normaldır. Qara quyruq da buradadır. Böyle götürəcəm dostlar, bunu götürəcəm, prosta vaxt tapımda özümə. Bəzə şava götürdüm, bilmirəm. Ya da götürməyəcəm, bu üstündən şeylər atacam oyuna.
üstünə çıxıb oturmağa. Gəlsinən də vəziyyət yaxşıdır. Bu patçalı da bunu ora salıram. Bununla bunu bura salıram. Bu tək bunu balanı bura salıram. Qaranı ora salıram. Bu qaranı var ya. Bu qara da ora salıram. Bununla bunu da bax bununla bunu da bura salıram. Hə. Yəni hamısı yuvası var. Yəni maşallah olsun. Hamısının yuvası da var. O nə lan? O nə lan? Hə. Elə bildim şeydir, qadaqdan falan. Bura qadaqlar var idi axı. Bunu düzəltməyə qadaqlar qoymuşum. Bura gücələ gəlmişlər, bura dağıtmışlar. Bunun başı qadaq idi, qadaq da öldü. Hava. Dostlar bu o qara var ya, buna qızır, yəni kul yapır onu. Amma ona verməyəcəm onu. Get. Baxın. Düşdü yerə. Nəysə dostlar, quşxananın yuvası da belə əladır. Xəstə quşumuz da sağaldı, maşallah olsun. Bu şiyəzi də axşamdan örtürəm olsun ki, dən qalanda yəni də örtürüm də san var ya burada dostlar, sanmış. Ona görə bəs diqqətli olmalıyam. Belə dostlar, quşxananın məzədə super bağlayaq və videomuzu sonlaşdıraq. Yəni də sonra balıqdan balıq işinə keçib pul qazansam, bizim ailəmiz balıq işinə məşğul oldu. O vaxtlar baba nənə dövründə balıq işinə məşğul oldu. Şurada dambalar var idi. Quşa bax. Quşu gördünüz? Getdi o tərəfə. Oy. Ola. Oy taxla atır. Ola bax. Ala. Kuşu bırak. Allah ver. Hara gitti kuş. Lan. Kuş buradaydı ala. Ay kuşlar var ya bak o. Ay hara gitti o. Balaya da kuşuydu o. Bala kuşumuz var ya. O kuşuydu. Ay hara gitti. Kuşlar sıkılar. Bakın. Olmuşdur ha. Tınlayak göre. Ay yok yanında. Başkadan kuşu yok. Olmuş olamaz. Cira mesela heyte tullandı kuş. Ha? Kuşlar bırakmıyor heyte. Yani heyte kalsın da kuşlar. Evi yok. Birdən də gələr o quş, düşər onun yanına. Nəysə dostlar, bu qədər bölümümüzün sonuna sağ salamat qalın. Özü yaşı baxın, gələn bölümünə görsən də. Nəysə, deyirəm ki, o nənə babam mənim quş saxlaydı, quş deyirəm. Balıq saxlaydı, balıqçıydı da biz, başa düşdünüz. Mən 5 yaşımda hələ dammamız var idi, sonra satdıq getdi. Sonra nənəm gül öldü. Ondan sonra balıq işindən əl söktük. Amma indi mən başladım başlayıram balıq işini. Böyüyəndə bəlkə balıq damması açdım özümə, bilmirəm. Amma hələ ki belə tıqqılı başlayaq da özümə balıq yeni. Hələ bilmirəm balıq çürüsünü haradan alacam. Yəni birinci çüründən tökürlər də, yəqin çürü. Yəni başa sala bilirəm sizə. Yumurta. Yumurtalardan alacam, tökəcəm suyun içinə. Belə dostlar, videomuz bu qədər. Qara quşa bax. Qızırı. Baxın dostlar. Üçlüyə baxın. O şeyin kuşu diyor, oranlıkta var. Oynakta kuşbazlar var diye onun kuştu. Bu da yaxşı uçan kuş da. Yani tərəfliyəm onun kuşun. Kuşa halal olsun ama saxlayana haram olsun. Neyse sağ olun. Videoyu beğenip kanalıma abone olmayı unutmayın. Sağ olun. Let's go.